isə gəlmişəm bir kafeye. Burada bir neçə Asiya ölkəsinin stilini qarışdırıblar. Menyuda Vyetnam, Kambodiya və İspan mətbəxinin səhər yeməklərini, kofelerini bir-birinə qarışdırıb bir stil çıxardıblar. Mən dadlarını bəyəndim. Amma ki, lokal vibe hiss edə bilmərsiniz burada. Amma daha çox mənə Bali kafelərinin, oradakı coffee-shopların vibe'ını verir. Maraqlı konsepti var. Dadları qəşəng idi, yeməklərini bəyəndim. Əgər ki, gəlib burada yerli mətbəxin səhər yeməklərini yeyə bilməsəniz, gəlib burada sendviçlər seçə bilərsiniz. Fərqli menyular var. Yerləşdirəcəm, nələr yedim, nələr içdim. Dadlarını bəyəndim, amma ki, yerli yeməkləri deyil. Ümumi olaraq kafe olaraq qəşəngdə oturub işləməyə. Su da verirlər, təzəliyirlər suyu, bilmirəm, amma su verdilər. Ümumi var qəşəngdir. Düşünürəm ki, gəlib yoxlanılan kafelər arasındadır. Hansı ki, sizə gəlişdirsinizsə onlayn, digital nomadlərə və yaxud da ki, işinizi kompüterdə əlləmək istəyirsinizsə, çox rahat kafedir. Qiymətlər bir qədər digər yerlərdən yüksəkdir. Lokal kafelərdən fərq edir bir qədər. Və bir kofe. Biraz menyularını göstereyim. Setler var. Hayattaki menyudan özünüz seçebilirsiniz. Yani menyularını çok beğendim. Benim seçtiğim tuna da egiydi. İçkiler. Ümumi bunları çəkirəm ki, qiymətlər haqqında fikir alınsınız sizdə və menyular haqqında. Belə.
Kamboca küçələrində gəzirəm. Yəni küçədə nə desəz tapa bilirsiniz. Bir yanda telefon mağazası belə, bir yanda sokak yeməkləri. Daha çox yerli yerdəyik və yerlilərin yaşadığı, yerlilərin vaxt keçirdiyi restoranlar daha çox burada görmək olar. Bu küçələrdə turistlər yoxdur, çünki daha çox arxa küçələrdir və mən ümumiyyətlə bir ölkəyə getdikdə o şəhərlərdə arxa küçələri gəzmək sevirəm ki, insanlar həqiqətən necə yaşayırlar. Çünki mərkəzi yerdə bizim gördüyümüz turistlərin necə vaxt keçirdiyi yerlərdir. Yəni, o əsl şəhəri tanımaq deyil. Çox fərqlidir. Sadəcə baxıram.